Tanınmış vəkil Adəm Məmmədov həbs edilib. Nərimanov rayon məhkəməsi bu dəqiqələrdə onun barəsində hökm çıxarıb. Hökmə əsasən Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2-ci böhtan və 148-ci təhqir maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edilib. Eyni zamanda Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədov da həmin maddələrlə təqsirli bilinərək barəsində 6 ay müddətə islah işləri cəzası verilib. Xüsusi ittihamçı tanınmış vəkil Ceyhun Yusifovun vəkilləri Asim Abbasov və Cavidan Osmanlı faktı saytımıza təsdiq ediblər. Asim Abbasov bildirib ki, Adəm Məmmədov və qardaşı hüquqlarını müdafiə etdiyi Ceyhun Yusifovu ağır cinayətdə ittiham edərək ona böhtan atmışdı. Söhbət Adəm Məmmədovun qardaşı ilə birgə rəhbərlik etdiyi saytda dərc olunan yanlış xəbərlərdən gedir. Xatırladaq ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 27-si 1-ci ay 2025-ci tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətə dayandırılmışdı.